Sentyabrın 1-dən avtomobillərin utilizasiyası ilə bağlı proqram təminatı işə salınacaq. Hazırda Dövlət Gömrük Komitəsi və Daxili İşlər Nazirliyi ilə vəsaitlərin ödənməsi ilə bağlı danışıqlar aparılır. Hər iki qurum işləri artıq yekunlaşdırıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində istismara yararsız vəziyyətdə olan avtomobillərin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyərli masada məlumat verilib. Bildirilib ki, prosesə start verildikdən sonra tələbata uyğun olaraq utilizasiya ilə bağlı güzəşt məbləğlərinin artırılmasına yenidən baxıla bilər. Fondun formalaşması ilə bağlı təkcə burada yenə də qeyd etmək lazımdır ki, müəyyən haqlar hesabına formalaşmır. Eyni zamanda digər kreditlər, qrantlar, beynəlxalq təşkilatlar, könüllü iyanlar, yəni buradan da əlavə bir vəsaitlər toplana bilər. Bu, düşünürəm ki, güzəşt məbləğlərinin gələcəkdə bəlkə də artırılması istiqamətində baxıla bilər. Yəni o fondun artıq istismarından sonra olacaq. Bu proqram könüllülük prinsipi əsasında həyata keçiriləcəkdir və burada yəni hər bir şəxs istədiyi zaman yəni istismara yararsız nəqliyyat vasitəsini gətirib utilizata təhvil verməklə bu proqrama qoşula bilər. Həmin bu proqramda kim iştirak edəcəksə də vətəndaşlar və digər şəxslər də ola bilər. Proqram təminatı vasitəsilə ərizə ilə müraciət edəcəklər və burada da artıq özləri də onu izləyə biləcəklər ki, hansı mərhələdə də bunların icraatı.